Təkgül çeşidləri 10 qəpikdən başlayır. Dipçək çeşidləri də başlayır da ən ucuzu 3 manatdan. Sakura çeşidlərində başlayır ümumi olaraq 2 manat 50 qəpikdən. Bu yaşıllıq çeşidlərinin bir ədədi başlayır 3 manatdan. Yüzlərlə, həqiqətən də yüzlərlə, minlərlə fərqli çeşidi var. Salam əzizləyicilər, xoş gördük hər birinizi. Mən Ağacan Ağayev. Bugün sizlər üçün növbəti toptancı mağazaya gəlib sizlərlə çəkilişini edirik ki, bu toptancı mağaza haqqında 2 gün öncə anons videosu oldu. Qızılgül, Sünigül toptancılarıdır. Mağazanın bir neçə nöqtədə, ünvanda satış nöqtəsi var. Bu ünvan isə yeni fəaliyyətə başlayıb. Hal-hazırda mövsuma uyğun endirimlər də var ki, mart ayından etibarən bildiyiniz kimi bayramlar və s. Ramazandan sonra toylar və s. kimi məclislər, nişan, toy və s. kimi məclislər demək. Daha çox tələbat olacaq. Onun üçün də biz də sizlər üçün bu toptancı mağazana tanış eləmək istədik ki, mağaza 2 mərtəbədən ibarətdir, həddən çox çeşid var. Necə gələ bilərsiniz? Qısa olaraq yolu izah edeyim. Meyvəli dairəsindən gələn, Lökbatan istiqamətində gedən yoldur. Birinci dairədən dönürsüz sola, Abşeron yazısı var. Logosunu da görürsünüz dairədə. Dönən kimi Saxara Elektronikisi sağda görəsiniz. Biraz irəliləyirsiniz. Lady Today mağazasıdır və dairədən hardasa 100 metr irəlidə sağ tərəfdə həmən Qızılgül toptancı mağazasını görəcəksiniz ki, yanında Swarovski hədiyyəliklər. Bu mağazanda çəkilişini etmişik. İnşallah indi keçib sizə ümumi olaraq çeşidlərlə, daha sonra qiymətləri ilə hansını deyə biliriksə, qiymətlərlə tanış eləyəcəyik. Onu da qeyd edim ki, mağazada bəzi məhsullar var ki, sırf bu mağaza tərəfindən, bu toptancı tərəfindən ölkəyə gətirilir, ixal olunur. Eksklüziv modellərdə siz də əgər dekor işindəsinizsə və yaxud da əl işləri hazırlayırsınızsa, bu çeşid məhsulların satışını edirsinizsə, bu toptancı ilə də əməkdaşlıq etmək sizə bu üstünlüyü verir ki, həddən çox yüzlərlə fərqli çeşidlər var. Yaşıllıq çeşidləri olsun, gül çeşidləri olsun, ağaclar olsun. İnşallah bütün çeşidləri sizə ümumi göstərəcəm maksimum qısa vaxtda. İlk öncə birinci mərtəbədə, daha sonra isə ikinci mərtəbədən olan çeşidləri və məhsulları sizlərə təqdim edəcəm. Getdik. Demək, ilk olaraq birinci mərtəbədən qeyd etdiyim kimi başlayırıq. Divar boyunca sağ-sol ümumi olaraq mağaza həddən artıq böyüdür və yüzlərlə çeşidi var. Onun üçün maksimum sizə məlumatları çatdırmaq istəyirik ki, sizin də çox vaxtınız almayaq və yorulmayasınız. İlk olaraq başlayırıq, yəni tək güllərdən, yəni olmazsa olmaz bu gülçülərin tək gül çeşidləri. Tək gül çeşidləri 10 qəpikdən başlayır. Bu qərənfil çeşidləri üzü yuxarı fərqli dizaynda, fərqli çeşidlərinə görə qiymət dəyişir. 15 qəpik, 20 qəpik, 25 qəpik. Həmçinin də belə dekorlar var ki, evlərdə də istifadə olunan, mütəmadi tərəfli mağazalar tərəfindən satılan dekorativ dekor güllər, güldanlarda və s. kimi fərqli. Həm gümüşü rəng, həm də qızılı rəng olan çeşidləri var. Həmçinin mağazada fərqli yaşıllıq çeşidlərini də görəcəksiniz ki, yaşıllıq çeşidləri ümumi olaraq dipçək formasında da sifariş eləyə bilərsiniz. Həmçinin satışını həyata keçirirsinizsə, satışını da bu şəkildə alıb həyata keçirə bilərsiniz. Əlavə olaraq burada tək güllərdən savayı bildiyiniz kimi güllərin dəstə forması da var. Satanlar, bu işdə olanlar, əl işləri görənlər və s. bələddirlər. Kim ki bu işə yeni başlamaq istəyir, onlar üçün də ümumi olaraq məlumat vermək istəyirik. Dəstə güllər isə başlayır ümumi olaraq 1 manatdan. Dəstə gül sistemi 1 manatdan başlayır, üz yuxarı dəyişir. Məsəl üçün, bu misal olaraq bunu deyəsi olsa 1 manat 80 qəpik 2 manat olaraq dəyişir. Və burada da onlarla fərqli çeşidləri var ki, yenə də gəlib mağazada baxmağınız hər dəfə tövsiyə edirik ki, ən azı bir dəfə mağazaya gəlib tanış olun ki, ondan sonra rahat şəkildə onlayn, görüntülü və s. kimi əlaqə saxlayıb da verə bilərsiniz. Daha sonra burada var meyvə çeşidləri. Bunu da yenə meyvə tərəvəz işi görənlər, nə bilim dekoristlər və s. kimi alıb həmçinin şəxsi özünüzdə mətbəxinizdə bu şəkildə istifadə edə bilərsiniz. Bunların da qiyməti başlayırdı 1 manat 50 qəpikdən üzüm çeşidlərini üzü yuxarı dəyişəcək. Daha sonra gəlir dəstə güllərin bu çiçək formasında olan çeşidləri. Çiçək formasında olan çeşidləri də yenə 2 manatdan başlayır. Çeşidinə görə, keyfiyyətinə görə fərqli qiymətlər var sizlə göstər. Piyolların da gördüyünüz kimi 5-6 rəng çeşidi var. Bunlar da ən yaygın modellərdəndir. Yenə bu toptancı mağazadan əldə edə bilərsiniz. Nərgiz gülü ötən dəfə kommentlərdə də yazıb soruşurdular. Nərgiz gülü çeşidlərində fərqli rəng çeşidləri var. Həmçinin də standart gördüyümüz nərgiz gül çeşidlərdə qiymət 1 manat 30 qəpikdən başlayır. Üzü yuxarı yenə də həcminə görə qiymət dəyişəcək. Meyvə
çeşidlərindən fərqli-fərqli burada da alma, limon və sair kimi çeşidlərində görə bilərsiniz. Daha sonra isə yaşıllıq. Yaşıllığın olmazsa olmaz, bu ən çox istifadə olunur. Restoranlarda, daha sonra plazaların girişlərində kimi yaşıllıqlardan istifadə olunur ki, burada da qiymət olaraq sallamasının topdan qiyməti 3 manatdan başlayır. Burada da yenə fərqli sallama gül çeşidləri var ki, zövqünüzə uyğun, ən çox tələbatda olan, işinizdə ən çox işlətdiyiniz həmən bu gül çeşidlərini də buradan rahat şəkildə əldə edə bilərsiniz. Sakura çeşidlərində başlayır ümumi olaraq 2 manat 50 qəpikdən üzü yuxarı fərqli çeşidlər var ki, budağına görə, uzunluğuna görə dəyişir. Bunların adı necə gedir? Hazır buket formasında baxın belə gül çeşidləri var. Gül qurusu formasında fərqli rəng çeşidlər var. Bənövşəyi, baxın belə səhrayı, sarı. Hətta iyi də gəlir. Təbiiyə oxşuyur bu biraz. Təbii qurudulmuşdur bu. Daha sonra isə keçək irəlidə. Baxın burada arxa kadrda hamısını, sonra onun adı nə idi? Onun adı nə idi bayaqdır, ne? O fərqli rəngdən. Benjamin, hə. Benjamin çeşidləri də ən çox istifadə olunan vəbşə hansıdır belədir. Benjamin, o dekorda istifadə olunur da. Benjamin çeşidləridir ki, ən çox məsələn dekor işi görənlər istifadə eləyir. 6 manatdan başlayır, yuxarı ikinci mərtəbədə yüzlərlə fərqli çeşidi var. Yenə də baxın, arxamdakı bu vitrinlərdə sağlı sollu bütün fərqli, hər biri fərqli gül çeşididir ki, ölçüsünə görə, həcminə görə, rənginə görə də yüzlərlə fərqli növləri, çeşidləri var. Daha sonra isə keçirik növbəti hissəyə. Burada da yenə yerdə həm yaşıllıq çeşidləridir, divarlarda, həm divarda, həmçinin də döşəmədə istifadə olunur, düzdürmü? Həm divarda, həm döşəmədə baxın, burada nümunə olaraq mağazanın bir hissəsi bəzədilib, həm nümayiş, həm də buradan rahat şəkildə baxa bilərsiniz. Baxın, bu şəkildə siz də öz ofisinizdə, plazanızda bir məkan, türklər nə deyir ona, bir köşə yarada bilərsiniz. Həmçinin də bağınızda, nə bilim, evinizdə, həyət evində yaşayırsınızsa. Təbiidən fərqli olaraq üstünlüyü odur ki, süni güllərin bildiyiniz kimi solmur, uzun müddət istifadə olunur. Burada da aşağıda nümunə olaraq bir neçə çeşidini sərgiləyiblər, amma yuxarıda inşallah qalxıb ikinci hissədə isə fərqli, daha geniş şəkildə həmən o yaşıllıqları göstərəcək. Burada da bunu anons videosundan daha çox maraqlandırırlar. Baxın, belə fərqli, kreativ çərçivədə olan gül çeşidləridir. Bunların da fərqli ölçülərdə və fərqli formalarda var. Altı bucağı var, sonra kvadrat şəklində olan var, düz bucaqlı formasında olan var. Bunlar da qiyməti minimum başlayır 14 manatdan başlayır, üzü yuxarı dəyişir. Qarşıdan 8 mart gəlir. 8 mart hədiyyəlik də müəllimlərə və yaxud da nə bilim, yaxınlarınıza hədiyyə eləməyə uyğun çeşiddir. Daha sonra isə burada divarda, bu hissədə dipçək çeşidlərdir. Dipçək çeşidlərdə başlayırdı ən ucuzu 3 manatdan, ən xırda çeşidləri 3 manatdan başlayır. Yenə də burada həm dipçəyinə görə, həm dipçəyin ölçüsünə görə, çeşidinə görə qiymət ta 14 manata qədər dəyişir. Buradan da yenə gəlib, baxıb, seçib, alıb, həm mağazanızda, əgər bu tip məhsulların satışını da edirsinizsə, ev əşyaları və s. onlar da gəlib əməkdaşlıq eləyər bu toplantısı ilə. Həmçinin də dekor işi görənlər, əl işi görənlər və s. Burada da yenə fərqli xırda, dediyim kimi yüzlərlə həddən çox çeşid var. Bir-bir göstərsək, ən azı bir 3 saat, 4 saatı vaxt aparan şeydir. Bunları da daha çox görürdüm. Bunların adı raşotka, yaşıllıq. Bunlar da ən çox son illərdə dəbdə olan çeşidlərdir. Rahat şəkildə öz məkana uyğun açılıb yığılır. Qiymət olaraq 15 manatdan başlayır. Bunların çubuqları təbiidir, yoxsa? Çubuqları təbii budaqlardır. Bunlar da fərqli. Sifarişlə üzərindəki gülləri dəyişdirmək olur, yoxsa şablon standart gəlir? Fərqli çeşidləri var. Zövqünüzə uyğun, tələbatınıza uyğun eləyə bilərsiniz. Bax, həmçinin səbət güllər. 8 manatdan başlayır, hazır formada ala bilirsiniz. Həmçinin bunları tək-tək alıb özləri də fərqli. Dekor işi görənlər, əl işi görənlər də səbəti və gülü də fərqli alaraq özünüz də bu işi həyata keçirə bilərsiniz. Daha sonra dəstə çiçəklərin belə rəngli xırda ölçüsü var. 2 manat 30 qəpikdən başlayır. Düz yuxarı dəyişəcək. Yüzlərlə yenə burada da fərqli
gül çeşidi ilə, rəng çeşidi ilə olan növləri var. Bunlar da tək yenə gül çeşidləridir. Burada da tək-tək sərgilənib, rahat şəkildə mağazada olan güllərdən buradan da özünüz baxıb seçib alışını eləyə bilərsiniz. Daha sonra burada yaşıllıqlar, yenə də fərqli dibçək güllərdir. Maraqlı görünüşlər var. Bunların adı nə gedir? Orxideyalar. Orxideyaların baxın dibçəkdə olan çeşidlərdə 10 manatdan başlayır. Çaşkasına görə, yenə də dibçəyinə görə qiymət dəyişir. Ortada ağ var, baxın pəmbə var. Çox görüntü olaraq əla görüntüsü verir. Həmçinin də öncə qeyd etdiyim dibçək çeşidlərinin burada 1 manatdan başlayır ən xırda ölçüsü. Bunlar üçün nümunə olaraq sizə göstərirəm. Baxın belə taxtayla olan çeşidi var, belə plastik olan çeşidi var. Daha sonra hazır içərisi belə gülləri taxmağa probkası olan məsələ var. Həsir formasında belə formada olan var. Qiymət toptanı 3 manatdan başlayır. Yenə də hazır dekor əl işləri hazırlayanlar dibçək çeşidlərini də buradan götürüb özləri də öz fərqli kreativ güllərini hazırlayıb satışını eləyə bilər. Daha sonra isə yaşıllıq çeşidlərində burada nümunə olaraq görsədək, hazır sifarişlə hazır formada da var və sifarişlə də istədiyiniz gülü mağazadan seçib hazırlatdıra bilərsiniz. Ümumi olaraq qiymət minimum olaraq 30 manatdan başlayır. Yenə də dibçək seçiminə görə, gülün ölçüsünə görə, həcminə görə, çeşidinə görə fərqli qiymətlər var. Yenə də ölçü olaraq baxın, ta 1.50, 1.72, 2.50-yə qədər fərqli çeşidləri var. Rahat şəkildə mağazaya gəlib çeşidini eləyə bilirsiniz. Qarşıdan 8 mart gəlir. Baxın, bu formada həmən süni gül çeşidlərinin də hədiyyəlik təqdim etməyə, baxın, belə hazır çeşidlərini sizlərə təqdim edirlər. Bunlar da yenə qutusu da satılır ayrıca. Bunlar da yenə qutusunu da ayrıca alıb özünüz də fərqli formada yığıb satışını edə bilərsiniz. Daha sonra isə döşəmələrdə və divarda istifadə olunan iri həcmli metrə ilə kvadratla olan çeşidlər var burada da. Bunu da bir neçə dəfə soruşmuşdular. Öncə rast gəlməmişdi. Elə burada bunun da haqqında məlumat verim ki, futbol meydançalarında, kiçik alanlarda fərqli dekor olaraq mağazaların önündə, içərisində və s. kimi istifadə edirlər. Həm divar üçün, həm də döşəmək üçün uyğundur. Burada da fərqli yenə tək-tək dekor gülləri var. Baxın belə. Həmçinin yenə də sakura. Sakuranın burada ağac formasında baxın hazırlayıblar. Onların həmçinin sallamalardan danışmadıq. Belə güllərin sallama çeşidləri var. Girişdə də sərgilənib. Qiymət olaraq 1.82 manatdan başlayırdı ən minimumu. Yenə də çeşidinə görə qiymət dəyişir. İndi baxın, burada da yenə fərqli sallama çeşidləri var. İkinci mərtəbəyə qalxaq. İkinci mərtəbəyə sizləri digər əsas eksklüziv olan çeşidlərindən sizlər təqdim edəcəm. Yenə baxın, yaşıllıqları bu şəkildə. İkinci mərtəbədə də burada da yenə yaşıllıq çeşidləridir. Yaşıllıq çeşidləri başlayırdı 3 manatdan. Həmən bu yaşıllıq çeşidlərinin bir ədədi başlayır 3 manatdan. 3 manata dediyimiz həmən çeşid budur. Ən sadəsi, belə deyim, ən uyğun büdcəli model. Daha sonra isə fərqli artıq burada qiymətlərə çeşidləri var. Ümumilikdə bir 100-ə yaxın fərqli çeşidləri var. Baxın, belə gülla olan çeşidi var. Fərqli güllərlə. Bura girişdən, baxın, bu boyunca, bu mağazanın bu divar boyunca yuxarı hissə ancaq həmən bu yaşıllıq çeşidləridir. Çeşidləri var. İrəliləyən dəqiqələrdə gedək göstərək. Aşağı hissədə də gül çeşidləridir ki, hansısı meyvəli güllər. Baxın, belə fərqli meyvəli güllər də özdə meyvəyə də oxşayır. Basırsan yumuşaqdır. Bunlar da yenə dəstə formasında satılır. Dəstə formasında. Meyvəli dəstələrin ən sadəsi Presto 2 manat 30 qəpik, 2 manat 50 qəpikdən başlayır. Böyük dəstələr isə 12-13 manatdan, 14 manatdan fərqlənir. Burada da yenə dibçək çeşidlərinin böyük həcmli dibçək çeşidləri. Baxın, belə yüngüldür. Rahat daşınmaya da çox ağırlıq eləmir. Gedək irəlidə baxın, sallama modelləri. Yenə də burada. Bunlar dənə-dənə satılır da yəqin ki. Baxın, belə fərqli çeşidlər var. Burada belə yarpaq yaşıllıqlar var. Baxın, belə yarpaq. Yenə belə fərqli yaşıllıq çiçəklərlə olan. Divar boyunca da yenə də həmən yaşıllıq
çeşidlərinin bir nümunə olaraq hər birinin bir ədəd qoyulub, nümunə olaraq sizə də maraqlı olanı seçə bilərsiniz. Sol tərəfdə də yenə sallama modellərdir. Yuxarıda 3 metrənin 1 metriyə 3 kvadrat. Bunların buna bənzər olan həmən çeşidlərin divar üçün və yaxud da nə bilim dekor üçün 3 kvadratlığı var hazır. 3 metrənin 1 metrəyə olan çeşidləri. Həmçində belə tək budaq çeşidlər də var, yaşıllıq çeşidlər. Həddən çox burada çeşidlər var. Baxın belə, yenə də fərqli. 3 manat, 3 manat 50 qəpikdən başlayır. Fərqli dəyişir. Kükünara oxşayır bu. Baxın belə kükünar sallama. Yenə fərqli çeşidlər var. Dekor olaraq da təbiiyə çox bənzəyir. Benjaminlərin baxın belə ağ rəng çeşidlərdir. Bunların pəmbə rəngi var, bənövşəyi rəngi var, fərqli çeşidlər var. Burada da hazır ağac formasında olan belə çeşidlər var. Göstərmə biraz çətin olacaq. Baxın belə. Yaşıllıqları bu şəkildə də alıb özünüz dipçək, ağac və sair kimi hazırlaya bilərsiniz. Dipçəyi ala bilərsiniz. Bu yaşıllığını alıb penoplasla, daha sonra gips, ilk olaraq gipsdir, sonra penoplas və sair kimi gül hazırlayanlar daha yaxşı bilir. Baxın belə bambuya bənzər belə yaşıllıq var. Afrika güllərinə oxşayır onlar. Böyük, iri həcm 3 metrəyə qədər fərqli ölçülərdə benjaminlərin belə fərqli uzun çeşidlər var. Özünüz də videodan da görürsünüz ki, həddən çox mağazada çeşid var. Əgər bu işi görürsünüzsə, bu toplantısı ilə əlaqə saxlayıb gəlib ünvanına həmən Abşeron filialından rahat şəkildə seçimlərinizi eləyə bilərsiniz. Bu sözü təkrar işlətdirəm. Əgər sizi də qızıqlandırmış olsa üzrlüsən, yüzlərlə, həqiqətən də yüzlərlə, minlərlə fərqli çeşid var. İndi isə keçək digər hissədə olan çeşidləri baxaq. İkinci mərtəbənin gördüyünüz kimi bu hissəsində yenə aşağıda olan çeşidlərində bəzilərinin qutuda olan çeşidlər var. Həmçinin də olmayan çeşidlər də var. Belə baxın, budaq, qızılgül. Qızılgüllərin belə açılmış forması da var, bağlı formada olan çeşidləri var. Sakura çeşidlərinin bir hardasa 6-7 fərqli ölçülərdə olan çeşidləri var. İrəlidə inşallah göstərəcəm. Burada bir çeşidi var. Daha sonra qızılgül çeşidlərinin belə biraz daha xırda olan çiçəklərlə olan çeşidlər var. 2.50-dən başlayır. Fərqli gülün ölçüsünə görə çeşidləri var. Elə burada bir hardasa 7-8 çeşidini mən görürəm. Gülün, baxın belə qutu ilə görürsünüz, hazır yığılıb. Qutu şəklində də əgər topdan alış edirsinizsə, qarşıdan sezonun mövsümü gəlir ki, rahat şəkildə qutu ilə də ala bilərsiniz. Günə baxan çeşidləri baxın belə hazır çeşidlərdir. Öncə qeyd etdiyim bəzi məhsullar var ki, bunlar yalnız bu toplantıcı mağaza tərəfindən ixal olunur. Baxın, ramaşka. Bunların fərqli rəngləri var. Baxın, belə rəngi var, belə çeşidləri var. Fərqli, oxşar. Baxın, bu çeşidlərdir, bu çeşidlərdir. Fərqli yenə də burada ramaşkanın fərqli rəng çeşidləri var. Baxın, bu yaşıllıq, orada olmayan yaşıllıq çeşidlərdir. Hal-hazırda bu mağaza tərəfindən ixal olunur və satışı həyata keçirilir. Belə fərqli yenə də iri budaqlı gül budaqları buradan yenə əldə edə bilərsiniz. Həm sarı, həm qırmızı olan, ağ rəngi də var. 3-4 rəng çeşidi var. Bir gülün minimum 3-4 fərqli gül çeşidi var. Baxın, belə sakuralar. Sakuraları irəlidə göstərəcəm. 1 manat 80 qəpikdən başlayır. Sakura çeşidləri üz yuxarı dəyişir. Qərənfillərin belə kiçik həcmdə olan çeşidi var. Hazır belə bağlamada, hazır budaq, ağac şəklində. Bunu özünüzdə qeyd etdiyim kimi dipçəyə alıb özünüz də hazırlaya bilərsiniz. Sakura çeşidlərinin nümunə olaraq deyim 1 manat 80 qəpikdən başlayan çeşidi. Baxın, bunun fərqli rəngləri də var. Ağ rəngi də olan var, səhrai rəngi də olan var. Bunlar 1 manat 80 qəpikdən başlayacaq. Üzü yuxarı, baxın, ağ rəngi var burada. Həcminə görə, ölçüsünə görə qiymət dəyişir. Paçka hər birindən rahat şəkildə, yəni stokda xeyli sayda var. Saydan narahat olmayın ki, sifarişi yəni rahat şəkildə eləyə biləcəksiniz.
Daha sonra belə tək gül çeşidləri də var. Burada yenə dekor işi görənlər çox istifadə edir. Həmən fərqi gül, yəni ramaşka gedir bundan deyəsən. Daha sonra qırmızı güllərdir, yenə tək-tək güllərdir. Belə şadlıq saraylarında, nə bilim gəlinlik məkanlarında istifadə olunması belə ağ gül çeşidləri var, fərqli. Burada da növləri var. Baxın. Bağlı, açıq formada olan çeşidlərdir. Daha sonra nə var? Yuxarıda təbiiyə bənzəyən qızıl gül çeşidlərinin burada xeyli stokda olan sayılar var. Belə fərqli yenə dekor gül çubuqları. Rəng olaraq da bir 15-20 fərqli rənglər var. Qırmızı, bənövşəyi, ağ, göy, gümüşü, qızılı. Bunların da yenə burada əldə eləyə biləcəksiniz. Daha sonra baxaq nə var. Burada yenə fərqli pəmbə rəngində olan bir gülün yenə də 3-5 rəngi var. Mavi, ağ, pəmbə. Bunlar da baxın bayaq qeyd etdi. Bunlar da ekskluziv modellərdəndir. Burada da yenə fərqli yaz gülləri, dekor. Sağ sol hamısı hər biri fərqli çeşidlərin nümunəliklərdir. Ən rahatı, yəni rahat şəkildə gəlib mağazanı gəzib özünüzə uyğun, mağazanıza uyğun, satışınıza uyğun çeşidləri buradan vura bilərsiniz. Baxın, piyolların belə açılmış formada olan. Yenə bunların da fərqli rəngləri var. Pəmbəylə olan, ağ rəngi var, tünd bordo rəngi var. Sakuraların belə fərqli, sakuradır məncə. Fərqli sallama modelidir. Qızıl güllərin xırda formada uzun sallama modelidir. Belə yenə burada yaşıllıq modelləri var. Ofislərdə ən çox rast gəlinir. Plazalarda baxın bu çeşidlərdən. Belə yenə kiçik dəstə gül çeşidləri var. Hər qutu, bu gördüyünüz hər qutu bir fərqli çeşidin qutusudur. Yenə də burada dekor. Bunu adi evdə də yəni güldanlara qoyub istifadə olunur. Onun kimi fərqli yenə də çeşidlər var. Fərqli rənglərdə, fərqli ölçülərdə. Baxın belə xırda dəstə gül çeşidləri var. Bir neçə yenə rənglə. Sarı rəng piyollara oxşuyur. Piyolların elə bir xırda həcmli olan çeşidlərdir. Yenə də yəni qiymət topdan almaq istəyənlər, mütəmadi şəkildə bu məhsulların satışını edənlər qeyd etdiyimiz əlaqə nömrələrinə mütləq əlaqə saxlayıb daha uyğun qiymətlərlə təklif ala bilərlər. Hal-hazırda da qeyd etdiyimiz kimi bir çox məhsullarda uyğun qiymət təklif olunur endirimli. Yenə belə fərqli ağ gülləri var, qırmızıları var. Burada da bir fərqli çeşidlər var. Maksimum biz sizə baxın bunlar nə gözəl görsənir. Bunlar bir dənə göz. Baxın sarı, narıncı, tünd bənövşə, qırmızı rəng. Qızıl güllərin tək-tək olan çeşidləri. Yəni, özünüz də alıb hazırlaya bilərsiniz. Qeyd etdiyimiz kimi mütləq şəkildə bir dəfə gəlib toptancı mağazada olmağınızı tövsiyə edirik ki, ümumi bütün çeşidlərini birə-bir gözünüzlə görəsiniz, toxunasınız, keyfiyyətinə əmin olasınız. Daha sonra isə artıq əmin olduqdan sonra mütəmadi alış-veriş zamanı əlaqə saxlayaraq video zəng üzərindən, adi zəng üzərindən əlaqə saxlayıb rahat şəkildə sifarişinizi edə biləcəksiniz. Çatdırılmalar bölgələrə, regionlara Abşerondan işləyən yük maşınları ilə olunur. Naxçıvana qədər göndərə bilirik. Göndərmə mümkündür. Son vaxtlar Naxçıvandan bizi izləyənlər çoxdur. Salamlayırıq Naxçıvan soydaşlarımızı, vətəndaşlarımızı. İzləyənlər rahat şəkildə buradan da yeni topdan şəkildə sifariş eləyə bilərlər. Naxçıvana işləyən yük maşınları vasitəsilə çatdırılmalar olunacaq. Sifarişləriniz olarsa qeyd etdiyimiz əlaqə nömrələrindən əlaqə saxlaya bilərsiniz, ünvan konumunu ala bilərsiniz. Hər hansı bir sualınız olarsa qiymətlə bağlı və sair eləyə bilər, dəstək ala bilərsiniz. Ünvanlar da yenə təkrar olaraq aşağıda qeyd ediləcək. Bu videonu da ətrafınızda bu işi görənləri, dekor işində olanlara, şadlıq evi işində olanlara və s. ağlınıza gəlib əl işi görənlərlə paylaşın ki, faydalı olsun. Onlar da tanısınlar, onlara da bir yaxşılıq etmiş olasınız. Videomu kanalımıza da abunə olun ki, mütləq şəkildə
daha çox toplantıcını tanıyasınız, daha çox paylaşımlarımızı sizin qarşınıza çıxsın, onlardan daha faydalana biləsiniz. İzlədiyiniz üçün təşəkkürlər.